Avropa Sülh Fondu Ermənistana növbəti dəfə yardım etməyə hazırlaşır. Bir tərəfdən də Avropa İttifaqının müşahidə missiyası sərhəddə aktivliyini davam etdirir. Avropa İttifaqı bu dəstəyin sülhə xidmət etdiyini deyir. Həqiqətənmi bu cür addımlar sülhə xidmət edir? Avropa Sülh Fondu Ermənistana ikinci yardım tədbiri ilə bağlı şuraya təklif təqdim edib. Ötən il İrəvanın müdafiə sahəsinə 10 milyon avro ayıran fondun bu təklif əvvəlki yardım tədbirinə əsaslanır. Avropa İttifaqı İrəvana müşahidə missiyası vasitəsilə də dəstək göstərir. Missiya yenidən Qubadlı ilə şərti sərhəddə müşahidə aparıb. Ekspertlər isə deyir ki, Avropa Sülh Fondu USAID-in Ermənistana yardım missiyasını öz üzərinə götürür. Avropa İttifaqı İrəvana dəstək göstərməklə sülhə nail olmaq istədiyini deyir. Lakin həm Sülh Fondu, həm də Avropa İttifaqının müşahidə missiyası Azərbaycanla Ermənistan arasında etimad yaratmır. Ümumiyyətlə, müşahidə missiyasının delimitasiya olunmayan ərazilərdə müşahidə aparması anlaşılmazdır. Düşünürəm ki, bu kimi addımlar sülhə xidmət etmir və iki ölkəni sülhdən hər gün bir addım daha geri salır. Biden dövründə Vaşinqtonla xartiya imzalayan İrəvanın Birləşmiş Ştatlardan gözləntiləri çox idi. Lakin Donald Trumpın hakimiyyətə gəlməsi və Rusiya ilə bağlı Bidendən fərqli siyasət yürütməsi Ermənistanın seçimi qarşısında qoyub. Analitiklər hesab edir ki, Avro-Atlantik inteqrasiya kursu götürən İrəvan Rusiyanın mövqelərinin güclənməsi ilə çaşqın vəziyyətə düşüb. Ermənistan özünü çox hiyləgər aparır. Gah kollektiv təhlükəsizlik müqaviləsi təşkilatından çıxır, gah da çıxmır. Gah Avropa İttifaqı ilə əməkdaşlığı gücləndirir, gah da Rusiya ilə ticarət dövriyyəsini artırır. Düşünürəm ki, Birləşmiş Ştatlardakı hakimiyyət dəyişikliyi nəticəsində Rusiya Ermənistana təzyiqi gücləndirə bilər. Bizə yanımızda düşmən lazım deyil. İrəvan isə konkret seçim etməlidir. Fransa və Avropa İttifaqı, yoxsa Rusiya. Əgər Rusiyanı seçəcəksə, o zaman regionda sülh yaranacaq. Ekspertlər bildirirlər ki, Rusiya hazırda Ermənistanı analiz edir və iqtisadi təsir rıçaqlarını hər an işə sala bilər. Hələlik Moskvanın İrəvandan tərəfini müəyyən etməsi ilə bağlı gözləntiləri var. Ehtimal olunur ki, bunun qarşılığında Ermənistan da xarici siyasətində dəyişikliklər edə bilər.